peace we pray. Save us from all fears. Oh Lord, save us. Herkese ümit olan sevgi nəğməsi. Hər bir ümiddən doğan həyat həvəsi var. İnsana qiymət verən mərhəmətinə mucaz zirvəsi. Sabahlara çağıran Daleyin səsi var. Bu da son. 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 Dünyanı viran koyan güvəni tanıma. Ümidləri paylayan qanadsız mələk yox. Hər kəsin sənə olan sevgisini həyatla bölür. Sonu bəlli olmayan yoldayım. All fears we must forget, and let the moment show us the right way. Day after day. All fears we must forget, then back to what we got. Then back to what we got. Then back to what we got. Bravo. Nadir Rüstəmli. Çox sağ olun dostlar. Çox sağ olun, çox sağ olun. Layihə boyu iştirakçılarımızın adını o qədər ürəkdən səslədim ki, onlara elə azarkeşlik etdim ki, axırda öz səsim batdı. Amma əsas sizin səsinizdir. Gəlin alqışlayaq ölkənin ən güclü səslərini. Brilliant xanım, buyurun sizdən başlayaq. Qəşəng idin. Yaxşıdır. Çox gözəldir. Evrovideniyada oxumuşdular da, səhv eləmirəmsə bunu. Evet. Çox yaxşı. Elnur oxumuşdu, hə? Elnurla Samir duet. Onların duetidir, ha. Çox qəşəng görsəndi bu. Sən aferin. Teşekkür ederim. Hətta sən Təşəkkür edirik. zəngilələr də elədin, çox qəşəng idin. Tüzəli xanım, buyurun sizə işləyək. O səsi acıdım ay Azər. eyb yox, Səs keçmiş olsun. layihəsində oturmuşuq. İnşallah yaxşı olacaq səsin. Nadir, sənin səsinə qüvvət. Təbrik eləyirəm səni. Çok sağ olun. Teşekkür ederim. Var olun.
Eldar, seçiminiz çox effektivdir, çox gözəldir. Yəni Elnur Samir xatirəsini, yəni o səhnə gözümün önündə oldu və heç də qətiyyən bir damla belə Nadir geri oxumadı ki, Nadir tək başına 2 nəfərin partiyasını oxudu. Nadir, hər mənada yaxşı idin, gözəl idin. Bugün bilirsiniz, biz artıq siz bizim seçilmiş finalistlərimizsiniz. Əlbəttə ki, hər birimizin heyətində çox istedadlı ifaçılar var və qazanan Azərbaycan səhnəsi olsun. Bugün xalqımız sizə öz SMS-ləri ilə dəstək olacaq. Yenə də kimliyindən asılı olmayaraq qazanan müasir Azərbaycan musiqisi olsun. Çok sağ olun. Təşəkkürlər. Murad, Nadir'in böyük final gecəsindəki ilk çıxışı necə idi? Çox təşəkkürlər söz verdiyiniz üçün. Müğənnilərdən fərqli olaraq mən bir şovmen olaraq məsələnin şov tərəfindəyəm və Nadir də mənim şov gözləntilərimi hətta bu anturaj, əlavə dəstək olmadan təkcə səhnədə oxuyaraq hər zaman doğruldub. Nadirə sadəcə olaraq demək istəyirəm ki, sən bugün bir xalq sorğusu keçirilsə bəlli olar ki, halal finalçı yerindəsən və buna görə də mən səni təbrik edirəm. Mən buna çox sevinirəm. Çox sevinirəm ki, hər şey belə sənin həyatında baş verir. Amma önəmli olan odur ki, bilirsiniz, səhnə elə bir şeydir ki, bu işıqlar sönəcək. Tamaşaçılar da dağılışacaq. Ekran başında oturanlar da televizor söndürəcək. Önəmli olan sabah, bir gün, bir həftə sonra, bir ay, bir il, illər sonra hər dəfə Nadir'in Golden Boy olduğunu ispat etməkdir. Bəli! Çox sağ olun. Və Eldar, nəhayət buyurun siz də öz finalçınız barədə fikirlərinizi qeyd edin. Nadir, dünən yuxuya getməzdən əvvəl beynimdə çoxlu suallar var idi bugün ilə əlaqədar və onların önündə bir sual özümə vermişdim. Mən Nadirlə bugün fəxr edəcəyəmmi və indi mən əminliklə bəli deyə bilərəm. Mən səninlə fəxr edirəm. Və ümidvaram ki, çox yaxın gələcəkdə bütün diyarımız səninlə fəxr edəcək. Təşəkkür eləyirik. Nadir, hələ növbəti çıxışlar var. Onlara hazırlaşmaq üçün yola salırıq sizi. Sonra səhnədə olacaqsınız yenə.